Səfəvilər 17-ci əsr dərs ilminin izahı ilə qarşınızdayam. Ən son bu videodan əvvəl dərs 19-da hansı ki, şəklini burada aşağıda isə linkini qeyd edirəm. Orada Şah Abbasın hakimiyyətə gəlməsindən, həyata keçirdiyi daxili siyasətdəki tədbirlərindən, hərbi, inzibati və digər islahatlarından sizlərə məlumat vermişdim. Hökmən həmən o videonu izləməmisinizsə izləyin ki, daha sonra bu videonu izləyib mövzuları bir-biri ilə əlaqələndirə biləsiniz. Mən isə başlayıram Şah Abbasın hakimiyyəti dövründə xarici siyasətindən sizlərə danışmağa. Çünki dediyim kimi, bundan əvvəlcə daxili siyasətindən məlumat vermişdim. Şah Abbas xarici siyasətində 16-cı əsr sonunda 3 dənə böyük məqsədi var idi. Hansı ki, Hörmüzü Portuqallardan azad eləmək, Xorasanı Şeybanilərdən azad eləmək və Osmanlının ələ keçirdiyi Azərbaycan torpaqlarını, itirilən Azərbaycan torpaqlarını Osmanlıdan geri almaq. Bunun üçün o xarici siyasətdə bir sıra dövlətlərlə əlaqə qurmalı olur. Belə ki, onun hakimiyyəti dövründə İngiltərə, Fransa, İspaniya krallığı ilə, Müqəddəs Roma ilə, Rusiya ilə danışıqlar aparılmışdı. Hətta Almaniya və deməli İspan kralları Osmanlı ilə deməli müharibəyə təhrik eləyirdilər Şah 1-ci Abbası. Hələ onu sizə qeyd edeyim ki, İspan kralı 2-ci Filip Osmanlı ilə müharibə aparacağı təqdirdə Səfəvlərə Hörmüzü azad eləməyinə dair, kömək edəcəyinə dair bir vəd də vermişdi. Deməli, 2-ci Filip Portuqaliya ilə mübarizədə Şah Abbasa yardım edəcəyini bildirir. O şərtlə ki, o Osmanlı ilə müharibələr aparsın. Hörmüzdəki mübarizədən daha sonra danışacağam. İndi gəlin görək Şah Abbas bu böyük 3 məqsədindən hansını birinci reallaşdırdı. Deməli, o ilk öncə 1599-cu ildə Şeybanilərlə mübarizə aparır və 1510-cu ildə olduğu kimi Xorasanı birləşdirir Səfəvilər dövlətinə. Deməli, Şah İsmail və Şah Abbas oxşar cəhəti Hörmüz, daha doğrusu Xorasanı yenidən Səfəvi torpaqlarına birləşdirmələridir. Hələ onu da qeyd edə bilərəm ki, istər Təhmasibin, istər Xudabəndənin dövründə də Şeybanilərlə mübarizələr aparılıbdır. Bu arada o dövrki digər bir türk dövləti, Böyük Moğol dövləti ilə də Səfəvilər dostluq əlaqəsi saxlayır Şah 1-ci Abbasın dövründə. Sonrakı dövrlərdə biz Şah Abbasın Osmanlıdakı 2-ci Osmanla, Gənc Osmanla da dostluq münasibətlərinin qurduğunun şahidi olasıyıq. Xorasan torpaqlarının birləşdirilməsindən sonra o yönəlir Azərbaycan torpaqlarının azad edilməsi ideyasına. Belə ki, artıq 17-ci əsrin əvvəllərində Osmanlı sarayındakı ixtişaşlar, Osmanlı dövlətinin daxilindəki çəkişmələr Şah 1-ci Abbasa imkan yaradır ki, Azərbaycan torpaqlarını Osmanlıdan azad etsin. Və buna imkan yaradan bir təsir vasitəsi də 1603-cü ildə Təbriz şəhərində əhalinin Osmanlıya qarşı qaldırdığı üsyan idi. Həmən bu üsyan Səfəvlərin işini asanlaşdırdı, Təbriz şəhəri Osmanlı işğalından azad edildi və bununla da demək olar ki, bütün Cənubi Azərbaycanın taleyi həll oldu. Ardınca isə o şimala doğru yönəlir. 1603-cü ildə Naxçıvanı, Culfanı döyüşsüz təslim alır və Naxçıvanı, Culfanı azad edir. Ordubad şəhərinin əhalisi də üsyan qaldırır və bu üsyandan sonra Şah Abbas Ordubadın bütün vergilərdən azad edilməsi haqqında fərman vermişdi. 1604-cü ildə isə Çuxursədin azad edilməsi Səfəvlərə Çuxursəd vilayətində də öz hakimiyyətlərini bərpa eləmələrinə imkan yaradır. Təbii ki, Osmanlı da bu dövrdə boş dayanmır. Sultan Əhmədin hakimiyyəti dövründə Osmanlılar yenidən Səfəvi ərazilərinə yürüşlərə başlayırlar. Lakin Şah Abbas da özündən əvvəlki hökmdar kimi, Şah Təhmasib kimi yandırılmış torpaq taktikasından istifadə edir. Yandırılmış torpaq taktikasını tətbiq edərkən Şah Abbasın beynində hesabladığı bir neçə addım var idi. Hansı ki, bunlardan biri hərbi strateji məqsəd idi ki, Osmanlının irəliləməsinin qarşısını almaq, Osmanlı əskərinin əlinə heç nə keçməməsinə çalışırdı. Ərzaq, alaf, ot, malqara ehtiyatını məhv eləyir, əhalini ölkənin içlərinə doğru köçürdür, Araz boyunda yaşayan əhalini. İqtisadi məqsəd də güdürdü Şah Abbas, hansı ki, ticarət yollarının, şərqdən Avropaya gedən ticarət yollarının Osmanlı ərazisindən yox da artıq Səfəvi ərazisindən keçməsinə, İran körfəzindən keçməsinə cəhd göstərmişdi, yandırılmış torpaq taktikasını tətbiq etməklə. Və Səfəvi Osmanlı qüvvələri arasında isə 1603-1612-ci illər hərbi əməliyyatının gedişində həlledici bir döyüş olur. Bu, 1605-ci ildə baş verən Sufyan, digər adı ilə isə 2-ci Sufyan döyüşüdür. 1585-ci ildə baş verən 1-ci Sufyan döyüşündən fərqli olaraq, bu döyüşdə Səfəvlər türklərin məşhur Turan taktikasından istifadə edərək Osmanlı qüvvələrini məğlubiyyətə uğratmış, nəticədə Qarabağı, Şirvanı, Dağıstanı, Şərqi Gürcüstanı, Lorunu, bir
Sözlə, digər əraziləri də, Şərqi Gürcüstanı da azad eləməklə 1605-7-ci illər hərbi əməliyyatlarının gedişində Osmanlını məğlubiyyətə uğratmağa müvəffəq olmuşdu. Və bundan sonra 1612-ci ildə Osmanlılar hər nə qədər müqavilə imzalamaq istəməsələr də Əhmədin nümayəndələri ilə Şah Abbas arasında 2-ci İstanbul müqaviləsi imzalanır. 2-ci İstanbul müqaviləsinin şərtlərinə görə Amasya müqaviləsinin şərtləri öz təsdiqini tapır və bununla da Səfəvilər Osmanlının Terek qalasını dağıdacağı barədə Osmanlı sultanının fərmanına da həmçinin mane olmamalıydılar. Lakin bu müqavilə uzun müddət çəkmir. Cəmi 4 ildən sonra Osmanlılar Səfəvilərin sərhəd ərazilərinə etdiyi yürüşlərdən narahat olduqlarını bildirərək Osmanlı qüvvələri İrəvan şəhərini mühasirəyə alır. Lakin onların özü də İrəvana hücum eləyərkən özləri belə mühasirəyə düşürlər Səfəv əsgərləri tərəfindən və İrəvandan geri çəkilməli olurlar. 1616-18 Səfəv-Osmanlı müharibələrinin növbəti mərhələsi baş verir 17-ci əsrdə. Lakin 1618-ci ildə Sınıq Körpü adlanan döyüşdə Şah 1-ci Abbasın qüvvələri Osmanlının yardımına gələn Krım qüvvələrini də məğlubiyyətə uğradaraq, Osmanlı-Krım birləşmiş qüvvələrini məğlubiyyətə uğradaraq Osmanlı ilə Mərənd sülhünü imzalamağa nail olur. Mərənd sülhü də 2-ci İstanbul kimi Amasya müqaviləsinin şərtlərini təsdiq edir. Bir dənə qeyd edeyim sizə, onu yaza bilərsiniz. Ümumilikdə 17-ci əsrdə Səfəvi ilə Osmanlı arasında imzalanan bütün müqavilələr, hansı ki bunların sayı 3 dənədir, qeyd edə bilərsiniz ki, 2-ci İstanbul, Mərənd və Qəsr Şirin. Hər 3 müqavilə Amasya müqaviləsinin şərtlərini təsdiq eləyibdir. Bax, Mərənd müqaviləsi də imzalanır və bununla da Şah Abbas azad elədiyi ərazilərin, Azərbaycan ərazilərinin Osmanlı sultanı tərəfindən tanınmasına nail olur. Bu arada Mərənd müqaviləsinin imzalananda isə Osmanlı taxtında artıq 2-ci Osman əyləşmişdi. 2-ci Osmanla Mərənd müqaviləsi imzalandı və onunla da dostluq münasibətləri davam elətdirildi 2-ci Osmanın ölümünə qədər. Qeyd edə bilərəm ki, 1578 Molla Həsənli, 1583 8-ci sinif dərsliyinə əsasən Niyazabad döyüşü və 1618 Sınıq Körpü döyüşlərinin hər üçündə Krım qüvvələri iştirak edibdir. Krımlıların Osmanlıya yardımına baxmayaraq, deməli Krım qüvvələri bu döyüşlərdə iştirak edib və məğlub olublar. Daha sonra artıq Şah Abbas bax bu 2 dənə deməli qarşısındakı missiyanı həll elədikdən sonra keçir Hörmüzün azad edilməsi uğrunda planlar tərtib eləməyə. 1621-ci ildə İngiltərənin Stuartlar sülaləsinin nümayəndəsi 1-ci James ilə müqavilə imzalayan deməli Şah 1-ci Abbas 1622-ci ildə həmin o ingilislərin hərbi donanmasının yardımı ilə Hörmüzü Portuqallılardan təmizləyir, azad edir. Bax, belə bir dövrdə 1622-ci ildə 2-ci Osmanın öldürülməsi, Osmanlı sarayındakı daxili çəkişmələr və Bağdadı idarə edən Osmanlı nümayəndəsinin Şah Abbasa müraciət etməsi Şah Abbasın indi də Ərəb İraqına doğru yürüşlər təşkil etməsinə gətirib çıxardır. Belə ki, 1622-23-cü illərdə Şah Abbasın Ərəb İraqına etdiyi yürüşlər nəticəsində Bağdad, Kərbala, Nəcəf, Mosul, Kərkük kimi ərazilər, yəni bütövlükdə Ərəb İraqı Səfəvilərə Şah İsmailin dövründə olduğu kimi yenidən Səfəvilər ərazisinə bax bu Ərəb İraqı torpaqları birləşdirilir. Və artıq Şah Abbas 1629-cu ildə vəfat edərkən qarşısına qoyduğu bütün məqsədləri yerinə yetirmiş, tarixi Azərbaycan torpaqlarının sərhədlərini, həmçinin Səfəvi imperiyasının əvvəlki sərhədlərini bərpa etmiş, Səfəvilər özünün ən güclü dövrlüyünü yaşamış, dövlətə, dövlətçiliyə böyük xidmətləri olmuş. Lakin onun vəfatından sonra Şah Səfi onun bu uğurlarını qoruya bilməmişdi. Belə ki, Osmanlıda 4-cü Muradın hakimiyyətə gəlməsi, Osmanlıda da 4-cü Muradın dövründə bildiyiniz kimi onlar öz güclü dövrünü yaşayıblar. Osmanlı ilə aparılan növbəti müharibələr, Səfəvilərlə Osmanlı arasındakı müharibələr 1635-ci ildə Osmanlının İrəvanı tutmasına, 38-də isə Bağdadı tutmasına gətirib çıxartmışdı. Nəticədə hər iki dövlət arasında 1639-cu ildə Qəsr Şirin sülhü imzalanmış. Qəsr Şirin sülhünün şərtlərinə görə yenə də Amasya müqaviləsinin şərtləri bərpa olunmuş, amma İrəvanın Osmanlı tərəfindən tutulmasına baxmayaraq İrəvan Səfəvi dövlətinin tərkibində qalmış, 17-ci əsrdəki Səfəv və Osmanlı müharibələrinə birdəfəlik artıq son qoyulmuş. Səfəvilər isə öz növbəsində Osmanlı ilə sərhəddə yerləşən Van, Qars, Axalsıq kimi qalalara, ərazilərə hücum etməyəcəklərinə dair Osmanlıya söz vermişdilər, təminat vermişdilər.
Gördüyünüz kimi Şah Səfinin dövrü ilə bağlı təkcə bunu yadda saxlamaq bizə kifayət edir. Ən sadə hökmdarıdır deyə bilərik. Səfəvilər tarixində onun hakimiyyət dövründə elə bir qədər də hadisə baş verməyib. Bununla da 17-ci əsrdə artıq Səfəvi-Osmanlı müharibələri başa çatır. Biz Səfəvi-Osmanlı müharibələrinin bir də təxminən bu hadisədən 100 il sonra baş verəcəyini görəsik. İndi gəlin Səfəvi-Osmanlı müharibələrinə son verək. Keçək Şah II Abbasın dövrünə, 17-ci əsrin ikinci yarısından görək Səfəvilərdə hansı hadisələr baş veribdir. 1642-66-cı illərdə hakimiyyətdə olan Şah II Abbas daha çox həyata keçirdiyi daxili tədbirlərlə yadda qalıbdır ki, ədalətlə ölkəni idarə edən, sənətkarların rəiyyətin borcunu ləğv edən, şahın yanındakı fəaliyyət göstərən Ədalət Divanı ilə adını tarixə yazdırıbdır. Həmən onun o Ədalət Divanında istər müsəlmanların, istər qeyri-müsəlmanların şikayətlərinə baxılır, həmən o şikayətlərin yerindəcə həlli tapılırdı. Hətta onun dövründə gürcülərə vəzifələr verilmiş, erməni və digər qeyri-müsəlmanlara böyük imtiyazlar verilmiş. Ermənilər məhz 17-ci əsrin ikinci yarısında sinif dərsliyimizin də məlumatına əsasən Osmanlı və digər ölkələrlə ticarət əlaqələri saxlayırdılar bax bu dövrdə. Bu onun danışa bilərəm sizə ictimai sosial tədbirləri idi. Mədəni tədbirləri də olubdu, hansı ki o da öz sələfləri və xələfləri kimi türkcə şeirlər yazmış, mətbəə yaratmağa cəhd göstərmişdi. Osmanlıdan əvvəl əslində mətbəə Azərbaycanda yarana bilərdi. Lakin Şah II Abbasın dövründə buna kifayət qədər vəsait olmur. Onun davamçısı oğlu Şah Süleyman mətbəə işinə biganə yanaşır və ona görə də Səfəvi ərazisinə mətbəə avadanlıqları gətirmək mümkün olmamışdı. Təkcə kitabla bağlı yadda qalmayıb, həmçinin onun dövründə 1663-cü ildə Nardaranda məscid inşa olunmuş, 1663-də yenə Kələxana məqbərəsi inşa olunmuşdu Sərkar Əbdüləzim tərəfindən və Məhəmməd Tahir Vahid isə Şah II Abbasın baş tarixçisi olmuşdu. Bu onun həyata keçirdiyi mədəni tədbirləri idi. Onun ölümündən sonra isə hakimiyyətə davamçısı oğlu Şah Süleyman gəlir. Şah Süleymanın 17-ci əsrin ikinci yarısındakı hakimiyyəti dövründən isə sizə yalnız xarici tədbirlərdən bəhs edə bilərəm. Onun dövründə 1667-ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalanır. İmzalanan ticarət müqaviləsinin şərtlərinə görə Səfəvi ipəyinin Avropaya daşınma hüququ Rus tacirlərinə verilir. Ruslar Səfəvi ipəyini Avropaya daşımalıydılar. Əvəzində Səfəvilər ərazisində gömrüksüz ticarət hüququna, xüsusi imtiyazlara malik idilər, karvansaralarda və digər ərazilərdə. Bundan sonra Rusiyanın artıq Cənubi Qafqaza, Azərbaycana iqtisadi ekspansiyasına şərait yaranmışdı. Bax, bu müqavilənin imzalanması nəticəsində. Bu arada önəmli bir məsələni də qeyd eləməliyəm. Burada yazmışam, amma danışmadım. Şah II Abbasın dövründə Rusiya ilə müəyyən sərhədlərdə toqquşmalar baş verir. Belə ki, 1653-62-ci illəri əhatə edən Rusiya Səfəvi toqquşmaları sərhəddə baş vermişdi. Bunlar nədən ibarət idi? Deməli, hansı ki Səfəvi ilə Rusiya arasından Terek çayı sərhəd idi hər iki dövlət arasında. Lakin ruslar öz ərazilərində yox da Terek çayının Səfəvilər qisminə düşən hissəsində başlayırlar qalalar tikməyə. Bu da təbii ki Səfəvilərin narazılığına gətirib çıxardır. İkinci Abbas əmr verir ki, dərhal Şirvanı idarə edən Bəylərbəy Xosrov həmən o qalaları dağıtsın. Bu isə Səfəvilərlə ruslar arasında toqquşmaya gətirib çıxardır. Bu toqquşmalar bir neçə il davam edir, dediyim kimi 53-62-ci illəri. Lakin ruslar indiki Rusiya ilə qarışdırmayaq, o dövrki Rusiya hələ kifayət qədər güclü deyildi. Səfəvilərin nüfuzu, gücü onlardan daha çox idi. Rusiya Azərbaycanla hesablaşmalı olur. Dərhal 62-ci ildə Aleksey Mixayloviç öz elçilərini Səfəvi sarayına göndərir və Səfəvilərlə 62-ci ildə bu münasibətlər nizama salınır. Onu da bildirim ki, Osmanlı ilə da Şah II Abbas dostluq əlaqələri saxlayırdı. Biz Süleymandan danışırdıq. Süleymanın dövründəki imzalanan ticarət müqaviləsini qeyd elədik. Onun hakimiyyəti dövründə həmən bax bu İpək yolunun canlanması, Volqa-Xəzər yolunun canlanması təbii ki, bura qarətçi yürüşlərin də baş verməsinə təkan vermişdi ki, bu yürüşlərdə xüsusilə Kazaklar fəallığından seçilirdi. Don Kazakların 1668-ci ildə Xəzər dənizi vasitəsilə gəmilərlə Xəzərin sahillərini etdiyi yürüşlər nəticəsində Dərbənd şəhərindən Gilana qədər olan Xəzər sahili vilayətlər talan edilmişdi. Lakin Rusiyanın özü bundan narahatlıq keçirdir. Səfəvilərə
imkan vermədən özləri Don Kazakları Stepan Razini cəzalandırırlar və onun bu yürüşlərinin qarşısını beləliklə almış olurlar. Şah Süleymanın dövründə də Şah II Abbasın hakimiyyəti illərində olduğu kimi Osmanlı ilə dostluq münasibətləri saxlanılmış. Səfəvilərin dövründə istifadə olunan torpaq mülkiyyət formalarından qeyd edeyim ki, divan və xalisə əsas aparıcı torpaq mülkiyyət formaları idi ki, əvvəlki dövrlərdə olduğu kimi 7-ci əsrdən etibarən olduğu kimi bu dövrdə də divan yenə dövlətə məxsus torpaqlar hesab olunurdu. Hökmdar və hökmdar ailələrinə məxsus olan torpaqlar xas və ya xalisə adlanır, hansı ki bunu biz Monqolların dövründə İncu torpaq mülkiyyət forması kimi adlandırırdıq. Yenə Ərəb xilafət dövründən etibarən davam edən və bu dövrdə də mövcud olan vəqf torpaqları dini idarələrə, məscidlərə, ruhanilərə məxsus torpaqlar idi ki, və elə yenə də 7-ci əsrdən etibarən mövcud olan cəmaət icma torpaqları kəndlərə məxsus idi. Deməli, divandır, vəqfdir, icmadır. Hətta mülkü də qeyd edə bilərik ki, mülk torpaq növləridir ki, bunlar Azərbaycanda feodalizmin digər mərhələlərində də mövcud olublar. Ümumiyyətlə, torpaq növləridir, vergi növləridir, mədəniyyətlə bağlıdır. Bunlarla bağlı Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən ayrıca bir videozat paylaşacağam. Bildiyiniz kimi Ağqoyunlu, Qaraqoyunlu tarixində soyurqal torpaq növü hərbi xidmətə görə paylanırdı. Vergilərdən də azad idi və irsi şəkildə keçirdi. Səfəvilər isə soyurqalı ləğv elədilər. Yəni xidmətə görə vermədilər, hərbi xidmətə görə vermədilər. Soyurqalın əvəzinə tiul paylayırdılar hərbi xidmətə görə. Tiul da 16-cı əsrdən etibarən başlayır, 19-cu əsr Azərbaycan tarixində də özünə yer tapır. Xanlıqlar dövründə də tiul paylayırlar. Hətta Rus işğalı dövründə, komendant işğalı dövründə də Ruslar Azərbaycanlı məmurlara tiul torpaqlarının payladığını görəsiniz. Soyurqala gəldikdə isə hərbi xidmətə görə verilmirdi. Böyük Moğol dövlətində də paylanırdı soyurqal. O mövzuzahında da qeyd eləmişdim sizlər üçün. Burada Səfəvilərdə də yenə paylanır, lakin bu dəfə məşhur elm adamlarına, seyidlərə, hocalara paylanır. Yəni dövlətə yaxın olan şəxslərə, onları yetişdirən, tərbiyə verən o mühüm elm adamlarına hədiyyə kimi verilirdi, məhdud şəkildə verilirdi soyurqal. Vergi növləri yenə olduğu kimi qalır. Ağqoyunlu, Qaraqoyunludan nədən bəhs eləmişdim sizə? Mal cəhətdən, bəhrədən və digərlərindən. Bir də təkrar danışmıram. Eyni şeylər olduğu kimi qalır. Sadəcə Ağqoyunlu, Qaraqoyunlu dövründən fərqli olaraq bu dövrdə 1565-də Şah Təhmasib tamğanı ləğv edir. Bunu da hansı ki birinci videozatda bildirmişdim, yenə də təkrar qoyub demiş olum. Deməli, 17-ci əsrdə Səfəvilərdə hakim təbəqələr var idi. 3 dənə qrupa bölünürdülər ardıcıl olaraq. Hakim feodal təbəqə, dövlətdə söz sahibi olanlar. Deməli, bunlardan birinci qrupa daxil olanlar, ən yüksək o yerdə özünə yer tapanlar hərbiçilər idi. Qızılbaş tayfalarından olan nümayəndələr hərbiçilər idi. İkinci qrupda gəlirdi, ikinci səviyyəli olanlar ali şəhər ruhaniləri idi, din adamları idi. Üçüncü qrupda isə mülki əyanlar, məmurlar özünə yer tapmışdı. Hakim təbəqədə feodallar bax bu ardıcıllıqla gedirdi. Kəndli qruplar da var idi. Onlar da 3 qrup idi. Burada düzdür ardıcıllıq yoxdur. Bunun hansısa bir hampanla və yaxud da rəncbərin yerini dəyişdirsə heç nə dəyişməz. Burada bir ardıcıllıq yoxdur. Sadəcə kəndlər bu qruplara bölünür. Hardan istəsək başlaya bilərik danışmağa. Rəiyyət digər adı ilə digər sinif kitablarında isə bu hampa qeyd olunurdu. Rəiyyət iş heyvanı olan, aləti olan kəndli qruplardır. Həmən bax bunlar işi alətləri, heyvanları var deyə feodaldan özlərinə torpaq alırlar. Həmin o torpağı əkib becərirlər, onun müqabilində vergi ödəyirlər. Yəni bu müqabildə işlərini davam elətdirirlər. Bir də var, onların tam tərsi elə bir bu antonimdir də rəncbərlə rəiyyət. Rəncbərlərin isə heç nəyi yoxdur. Yəni nə iş aləti var, nə heyvanı var, nə təsərrüfatı var, nə torpağı var, məşğuliyyətləri yoxdur. Köməkçi işlərlə məşğul olurlar bunlar, təsərrüfatları olmadıqlarına görə. Evladların vəziyyəti isə bunlara nisbətən daha yaxşıdır. Çünki onlar əvvəlki dövrlərdə olduğu kimi yenə bax Səfəvilər dövründə də yaylaq qışlaq maldarlığı ilə məşğul olur, köçəri maldarlıqla məşğul olurdular. Hətta Səfəvi ordusunda xidmət elədiklərinə görə daha az vergi ödəyirdilər digər kəndlərə nisbətdə. Sənətkarlar da kəndlər kimi qruplara bölünmüşdü bu dövrdə. Hansı ki sənətkar təşkilatlarında, əsnaflarda birləşən deməli sənətkarlar var idi. Buna biz əvvəllər əxlik deyirdik yadınızdadsa da. Burada əsnaf deyirik. Bunlar bir arada çalışırdılar. Var idi müstəqil fəaliyyət göstərənlər, yəni nə sənətkar təşkilatlarının tərkibinə daxil deyil, nə də başqasının. Müstəqil, tam rahat şəkildə fəaliyyət göstərir. Bir də var feodal emalatxanasında çalışmağa məcbur olanlar. Feodal emalatxanasında çalışanlar isə onlar həm feodalın deməli ərazisində işlədiyinə görə həm feodalın özünə vergi ödəyirdilər, həm də dövlətə vergi ödəyirdilər. Bunların vəziyyəti digərlərinə nisbətən daha ağır idi. Vergi məsələsinə gəldikdə isə vergilər yenə də əvvəlki dövrdə olduğu kimi bu dövrdə də natura şəklində, yəni məhsul şəklində ödənilirdi.
Bu dövrdə də deməli Biyar var, hansı ki Biyarı biz sonrakı dövrlərdə xanlıqlar dövründə 19-cu əsrdə, hətta 19-cu əsrin ikinci yarısında da Rusiyanın işğal dövründə də görəsirik. Biyar, Əvrəz kimi işləri. Bunlar kəndlilərin feodalın xeyrinə, dövlətin xeyrinə gördüyü ödənişsiz, məcburi gördüyü işlər idi. Bax bu Biyar adlanırdı. Və ümumilikdə isə vergini verən əhaliyə dövlət rəiyyət deyə müraciət eləyirdi. Mən şəhərlərimizdən də danışım, hansı ki Ərdəbil bu dövrdə Səfəvilərin əsas şəhərlərindən biri idi. Çünki bilirsiniz ki, Səfəvilər Ərdəbil və onun ətrafında gücləndikdən sonra dövlət yaratmışlar. Dini siyasi mərkəzdir. Təbriz isə Səfəvilər dövlətinin ərazisində mövcud olan ikinci ən böyük şəhər idi. Azərbaycanın isə ümumiyyətlə birinci ən böyük şəhəri hesab olunurdu. Təbriz şəhərini idarə eləyən Bəylərbəyi həm də Səfəvilər ordusunda Əmir Əli-Umarə ordunun baş komandanı idi. Bunu əvvəlki videoda demişdim. Yenə təkrar deyim. Və bildiyiniz kimi Təbrizdə Həsən Padşahın dövründə iş olunan Qeysəriyyə bazarı yerləşirdi. Düzdür, Osmanlılar onu 1585-də yandırmışlar, amma yenidən bərpa olunur. Yavaş-yavaş orada da ticarət, sənətkarlıq üçün əlverişli şərait yaradılır. Gəncə əvvəlki dövrlərdə olduğu kimi yenə də İslam dünyası ilə Xristian dünyasının arasında yerləşir və strateji qaladır. Gəncə silah istehsalı ilə tanınırdı. Silahlar burada hazırlanırdı. İpəkçilik mərkəzi kimi də tanınırdı. Hətta Gəncə Beyləqan şəhəri kimi Səlcuqluların hakimiyyət dövründə Səlcuq canişinliyinin mərkəzi olmuşdu. Bildiyiniz kimi və Qarabağ Bəylərbəyliyinin də mərkəzi Gəncə idi. Ən böyük şəhərlərimizdən biri hesab olunurdu. Bakı artıq Dərbəndin yerini tutur Səfəvilər dövründə, hətta Səfəvilər dövründən əvvəldə 15-ci əsrin ikinci yarısından etibarən Ağqoyunlu, Qaraqoyunluda da demişdim sizə. Bakı ən böyük liman şəhərimizə çevrilir. Dərbənd də yenə liman şəhəri kimi yəni öz fəaliyyətini davam elətdirirdi təbii ki də. Naxçıvan isə bu dövrdə biraz başı bəlalı olur. Çünki Araz çayının sahilində yerləşdiyinə görə, Araz boyu ərazidə yerləşdiyinə görə Şah 1-ci Abbas Osmanlıya qarşı mübarizə aparanda Naxçıvanın əhalisini ölkənin içlərinə doğru köçürtmüşdü. Bildiyiniz kimi Sultan Süleyman da 1554-də hücum eləmiş, Naxçıvan şəhərini yandırmışdı, əhalisi ciddi ziyan görmüşdü. Bu dövrdə ön açan şəhərlərimizdən biri Ərəşdir. Ərəşi artıq xarici tacirlər, səyyahlar öz əsərlərində qeyd edirlər ki, Azərbaycan əsas ipəkçilik mərkəzlərindən biridir. Şamaxı kimi, onlar da ipəkçilik mərkəzi idilər. Şamaxı bildiyiniz kimi həm də Şirvan Bəylərbəyliyinin mərkəzi olub, Şirvanşahlar dövlətinin paytaxt şəhəri olmuşdu. İrəvan isə qədim türk yurdu, İrəvan isə Çuxursədin mərkəzi olmuşdu ki, bunu da qeyd eləyə bilərik. Mən Şah 2-ci Abbasın dövründən bayaq danışdım. Dedim ki, Avropada mətbəə avadanlığı gətirməyə cəhd göstərir, lakin buna müvəffəq ola bilmir. Türkçə şeirlər yazdığını bildirmişdim. Digər ictimai, mədəni həyatdan qeyd edə bilərəm ki, Şah Sultan Hüseyn musiqinin qadağan edilməsi haqqında fərmanlar verir, lakin musiqinin inkişafının qarşısını ala bilməmişdi. Musiqi yenə də inkişaf edirdi Azərbaycanda və bunu da əlavə edə bilərəm ki, Şah Sultan Hüseyn vergi islahatı keçirməyə cəhd göstərmiş, hətta əhalini siyahıya almışdı. Bunu növbəti mövzu izahında sizlərlə paylaşacağam. Şah 1-ci Abbasın vergi islahatından xəbərdarsınız. Şah Təhmasib müəyyən qədər vergi islahatı keçirdibdi. Tamğanı ləğv eləmək onun adı ilə bağlı idi çünki. Mədəniyyət həyatına gəldikdə isə dediyim kimi videonun əvvəlində də qeyd elədim, bayaq da qeyd elədim. Mədəniyyətlə bağlı ayrıca bir izahımız olacaq. Bütün mədəniyyət dövrlərini əhatə edən böyük bir video izah olacaq. Azərbaycan bütün mədəni hadisələrini orada siz həmin o videoda görəcəksiniz. Amma onu qeyd edeyim ki, dərsliyimizdə 16 və 17-ci əsrlərə aid memarlıq abidələrini mütləq şəkildə öyrənin. Növbəti videolardan xəbərdar olmaq və yenilikləri anındaca öyrənmək üçün aşağıdakı abunə ol butonuna klik eləyin. Bildirim səsini açın və video əgər xoşunuza gəldisə də əməyimizə qarşılıq olaraq videoya bir like atmağı da unutmayın. Özünüzə isə yaxşı baxın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.